Salam əziz yoldaşlar, əziz beşincilər, hər birinizi xoş gördük. Biz sizinlə yenilənmiş 5-ci sinif Azərbaycan dili dərsi ilə frazoloji birləşmələrlə bağlı olan hissənin izahlarına baxmağa çalışacağıq. İzahdan öncə sizdən kiçik bir xahişim var yoldaşlar. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Bir də ki, yoldaşlar, növbəti ildən artıq bizim həm əyani, həm də onlayn dərslərimiz başlayacaq. Əgər dərslərimizə qoşulub dərslərdən faydalanmaq istəyirsinizsə, 051 051 460 05 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bir də əlavə bir şey deyim. Mən bu videonun şərh bölməsinə ödənişsiz WhatsApp qrupunun linkini yerləşdirəcəyəm. Siz həmin linkə qoşularaq sizə maraqlı olan sualları, Azərbaycan dilindən bilmədiyiniz sualları verə bilərsiniz. Keçək mövzunun izahına. Deməli yoldaşlar, frazoloji birləşmələr hissəsindədir. Birinci tapşırığa baxaq. Deyir, cümlələrdə altından xətt edilmiş sözlərin mənasını izah edin. Sultan Əbu Səid mənim sözümü yerə salmaz. Aha, baxın burada sözünü yerə salmaq, belə deyək də, xahişini etməmək, sözündən çıxmaq mənalarını ifadə edir. Deməli, xahişini etməmək bu mənaları ifadə edir. Xahişini etməmək, tapşırığından vazgeçmək və s. mənalarını ifadə edir. İkincidə deyir ki, ananın təklifi oğlunun ağlına batdı. Ağlına batmaq burada belə deyək də, inanmaq, qəbul etmək mənalarındadır. Mümkün hesab eləmək, inanmaq, qəbul etmək, mümkün hesab eləmək və s. mənalarını ifadə edir. Məsələn, deyirəm ki, onun təklifi, məsələn, və yaxud da onun sözləri mənim ağlıma batdı və s. kimi cümlədə işlədə bilərik. İndi keçirik, yadda saxla hissəsini oxuyuruq. Deyir ki, bəzi söz birləşmələrin tərkibindəki sözlər öz həqiqi mənasından uzaqlaşır və bütövlükdə bir leksik məna bildirir. Belə söz birləşmələri frazoloji birləşmələr adlanır. Məsələn, söz asmaq, söz birləşməsi paltar asmaq. Görürük ki, paltar asmaq həqiqi mənadadır. Frazoloji birləşmə isə qulaq asmaq. Qulaq asmaq nə deməkdir? Dinləmək mənasındadır. Bu frazoloji birləşmə adlanır. Deməli yoldaşlar, dilimizdə tərkibcə dəyişməz sabit söz birləşmələri var ki, bunlara frazoloji birləşmələr deyilir. Frazoloji birləşmənin əksəriyyəti hərəkət bildirir, lakin ad, əlamət, təz ifadə edən frazoloji birləşmələr də var. Onların çoxunu bir sözlə əvəz etmək olur. Məsələn, ürəyinə xal düşmək, nə deməkdir? Şübhələnmək, bir göz qırpımında, yəni tez, cəld. Məsələn, deyirəm ki, o bir göz qırpımında ora gedib qayıtdı, yəni tez mənasında. Aydan arı, sudan duru, tərtəmiz mənasındadır. Deməli, frazoloji birləşmələr necə oldu? Tərkibcə dəyişməz olur, sabit, yəni parçalanmayan birləşmələrdir və frazoloji birləşmələrin tərkibində olan bütün sözlər məcazi mənada olur. Yəni, burada ürəyinə sözünü mən həqiqi mənada, xalı məcazi düşmək sözünü məcazi mənada götürə bilmərəm. Burada hər üç söz, belə deyək, məcazi mənada işlənir. Yəni, frazolojinin tərkibinə daxil olan bütün sözlər məcazi mənadadır. Frazoloji birləşmələr dildə hazır şəkildə var. Məsələn, bir neçə frazoloji birləşmə deyək. Məsələn, can vermək, məsələn, ölmək mənasında işlədə bilər. Məsələn, söz vermək. Məsələn, deyirəm ki, o dərslərini yaxşı çalışacağına söz verdi. Sonra deyirəm ki, başa düşmək. Fikir vericisi, məsələn, can vermək, söz vermək, başa düşmək, bunlar məcazi mənada işlənirlər. Məsələn, deyirəm ki, o dərsi başa düşdü. Başa düşmək frazoloji birləşmədir, yəni anlamaq mənasını ifadə edir. Sonra deyə bilərik, məsələn, nə deyə bilərik? Məsələn, deyirik ki, dilotu yemək. Məsələn, deyirəm, Həsən dilotu yeyib. Dilotu yemək çox danışmaq mənasındadır. Və yaxud da ağzına su almaq danışmamaq mənasındadır. Ağzına su almaq, yəni danışmamaq. Məsələn, deyirəm ki, uşaq ağzına su alıb oturub, yəni danışmır, sakit, səssiz şəkildə durub. Sonra
Başqa nə deyə bilərik? Məsələn, deyə bilərik dərdə düşmək. Dərdə düşmək. Sən deyirəm ki, bu uğursuzluqlardan dərdə düşüb. Kədərlənmək mənasında ifadə edə bilər. Və yaxud da kefinə soğan doğramaq. Yəqin ki, eşitmişsiniz. Kefinə soğan doğramaq. Kefinə soğan doğramaq qanını qaraltmaq mənasını ifadə edir. Məsələn, deyirəm ki, onun bu hərəkəti bir çoxunun kefinə soğan doğradı. Yəni, qanını qaraltdı. Elə qanını qaraltmaq da qaraltmaq. Bu da frazoloji birləşmədir. Məsələn, deyirəm ki, bu hadisələr mənim qanımı qaraltdı. Sonra, bir çox, dilimizdə çoxlu frazoloji birləşmələr var. Və yaxud da, məsələn, deyə bilərəm, qulaq ardına vurmaq. Qulaq ardına vurmaq. Qulaq ardına vurmaq. Yəni, eşitməzliyə vurmaq da eləməmək, dediyini eləməmək. Məsələn, deyirəm ki, o böyüklərin sözünü qulaq ardına vurdu. Yəni, eşitməzliyə vurdu, etmədi. Sonra, başqa deyə bilərik, məsələn, çiçəyi çırtlamaq. Çiçəyi çırtlamaq. Çiçəyi çırtlamaq sevinmək mənasındadır. Çox sevinmək mənalarını ifadə eləyir. Sonra vəd vermək. Vəd vermək. Elə vəd vermək söz vermək mənasını ifadə eləyir. Sonra cana gəlmək. Cana gəlmək. Cana gəlmək bu belə deyək də, dirçəlmək mənasında ifadə edə bilər. Bir də bezmək mənasında. Məsələn, deyirəm ki, bu səsküydən cana gəlmişdi. Yəni, bezmək mənasında. Bir də deyirəm ki, o, tutaq ki, məclislə olan yeməklərdən yeyib cana gəlmişdi. Yəni, dirçəlmək mənasını ifadə eləyir. Keçək frazoloji birləşmələrlə bağlı olan tapşırıqlara. Deyir, hər sırada verilmiş frazoloji birləşmələri müəyyən edin. 1, 2, 3. Deməli, özündən çıxmaq. Özündən çıxmaq frazoloji birləşmədir. Görürük, məcazi mənadadır və frazoloji birləşmədir. Məsələn, deyirəm ki, əsəbiləşmə mənasını ifadə edir. Məsələn, deyirəm ki, onun bu hərəkətləri bizi özümüzdən çıxartdı. Məsələn, deyirəm ki, başqa cür deyək, tutaq ki, Vəlinin rəftarı atasını özündən çıxardı. Burada özündən çıxarmaq əsəbləşdirmək mənasındadır. Quyudan su çəkmək isə həqiqi mənadadır. Bunu frazoloji birləşmə kimi götürə bilmərəm. Deməli, bu getdi. Qonaq gəlmək. Qonaq gəlmək də həqiqi mənadadır. Frazoloji birləşmə deyil. Qatardan düşmək, bu da həqiqi mənadadır. Frazoloji birləşmə deyil. Amma özündən çıxmaq məcazi mənadadır və frazoloji birləşmədir. Deməli, bir də ki, A-dır. Sonra B-yə baxırıq. Evdən çıxmaq. Aha. Deməli, yoldaşlar, evdən çıxmaq. Biz bu istiqamətdə baxmalıyıq. Ox işarəsi istiqamətində baxmalıyıq variantlara. Yenə də baxaq. Deyir ki, evdən çıxmaq. Evdən çıxmaq həqiqi mənadadır. Bu frazoloji deyil. Qutudan çıxmaq, bu da həqiqi mənadadır. Frazoloji birləşmə deyil. İkinciyə baxdıq. Quyudan su çəkmək. Bu, belə deyək də, həqiqi mənada oldu. Tərəzidə çəkmək, bu da həqiqi mənadadır. Frazoloji birləşmə deyil. Fikir çəkmək isə, dərd eləmək, fikir çəkmək, bu fikir çəkmək frazoloji birləşmədir. Deməli, burada C variantı frazoloji birləşmədir. Fikir çəkmək məcazi mənadadır və frazoloji birləşmədir. Sonra üçüncüdə qonaq gəlmək həqiqi mənadadır. Bu çıxır. Özünə gəlmək. Özünə gəlmək bu frazoloji birləşmədir. Məsələn, deyirəm ki, o tutaq ki, biraz dincəlib özünə gəldi. Özünə gəlmək frazoloji birləşmədir. Və yaxud da süfrədəki yeməklərdən yeyib özünə gəldi. Özünə gəlmək frazoloji birləşmədir. Bağa gəlmək isə həqiqi mənadadır. C variantı çıxır. Sonra dördüncə, qatardan düşmək həqiqi mənadadır. Ağacdan düşmək həqiqi mənadadır. Ürəyi düşmək isə qorxmaq mənasını ifadə edir. Məsələn, deyirəm ki, ildırım çaxdı, ürəyim düşdü. Yəni, qorxdu mənasında bu olur frazoloji birləşmə. C variantında götürürük. C-dəki tapşırıqlara baxırıq. Frazoloji birləşmələrin mənaları müəyyən edin. Deməli, gün verib işıq verməmək frazoloji birləşmədir. Yoldaşlar, incitmək mənasını ifadə edir. Hansı mənanı? İncitmək mənasını. Gün verib işıq verməmək. Gözü kəlləsinə çıxmaq təəccüblənməkdir. Sən deyirəm ki, tutaq ki,
binanı görüb gözü kəlləsinə çıxdı. Yəni təəccübləndi ki, necə gözəl binadır. Sonra gözü yolda qalmaq. Gözü yolda qalmaq gözləməkdir. Məsələn deyirəm ki, anaların gözü yolda qalmışdı. Övladlarını gözləyirdilər. Burada gözü yolda qalmaq gözləmək mənasındadır. Sonra gözünün acısını almaq mürgüləməkdir. Məsələn deyir ki, mən biraz gözümün acısını alım, gəlirəm. Yəni mürgüləyim mənasında ifadə eləyir. Sonra göz qoymaq. Göz qoymaq nəzarət etmək mənasındadır. Deyir ki, tutaq ki, bu əşyalara göz qoy, mən gəlirəm. Göz qoymaq nə mənadadır? Nəzarət etmək mənasındadır. Gözünün suyunu axıtmaq. Gözünün suyunu axıtmaq ağlamaq mənasındadır. Deyir ki, az gözünün suyunu axıt. Onsuz da sənə rəhm eləməyəcəklər və s. kimi cümlələr qurmaq olar. Ağlamaq mənasındadır. Keçirik C-də. Deməli, bir daha deyirəm, gözü verib işıq verməmək, burada incitmək, gözü kəlləsinə çıxmaq, təəccüblənmək, gözü yolda qalmaq, gözləmək, gözün acısını almaq, mürgüləmək, göz qoymaq, nəzarət etmək, gözün suyunu axıtmaq, ağlamaq mənasındadır. Sonra cümlədə frazeoloji birləşmələri müəyyənləşdirin. Dərdən qabaqdan çıxırıq. Dərdən qabaqdan çıxmaq çox çalışmaq mənasını ifadə edir. Məsələn deyirəm ki, fəhlələr dərdən qabaqdan çıxıb övladları üçün pul qazanırdılar. Burada dərdən qabaqdan çıxmaq çox çalışmaq, çalışıb vuruşmaq mənasını ifadə edir. İcazəsiz getmək, gözünün odunu al. Gözünün odunu almaq frazeoloji birləşmədir. Qorxutmaq mənasındadır. Qorxutmaq. Sonra Samir dostunu bir-iki görəndə cin atına mindi. Cin atına minmək əsəbiləşməkdir. Əsəbiləşdi və yaxud da özündən çıxmaq deməkdir. Özündən çıxmaq. Sonra itin zəncirindən açılıb evə girməsi bir göz qırpımında, bir göz qırpımında tez, yəni tələsik baş vermək də elə frazeoloji birləşmədir. Bir göz qırpımında da frazeoloji birləşmədir. Baş verdi də frazeoloji birləşmədir. Burada iki frazeoloji birləşmə var. Xəstə bir aydır ki, yemir, içmir. Bir dəri, bir sümük qalır. Bir dəri, bir sümük qalmaq frazeoloji anlam ifadə edir. Yəni zəifləmək mənasında. Zəifləmək. Sonra 5-ci tapşırığa baxırıq. Hansı cümlədə fərqləndirilmiş sözlər frazeoloji birləşmə kimi işlənmişdir? Deyir, xəstə bu gün su içməyib dil dodağı qurub. Burada dil dodağı qurmaq həqiqi mənadadır da. Frazeoloji birləşmə deyir. Məsələn, susuzluqdan dil dodaq quruya bilər də. Bu hadisəni bizim qarşımıza çıxıb. Amma dünən mübahisə etdiyi olan görəcək dil dodağı qurudu. Yəni belə deyək də, qorxusundan keymək mənasında, təəccüblənmək, tutulmaq mənasında. Dil dodağı qurmaq bu mənadadır. Burada frazeolojidir. Sonra yadda saxla hissəsini oxuruq deyir. Bəzi sözlər, söz birləşmələri həm həqiqi, həm də məcazi mənada işlənir. Bunun kontekst əsasında müəyyən etmək olur. Deməli, uşağın atdığı top yola düşdü. Bu həqiqi mənada, top həqiqətən yola düşə bilər. Bunu yola düşməyə frazeoloji birləşmə kimi götürə bilmərəm. Qonağımız şəhərə yola düşdü. Burada yola düşmək isə qonaq yola düşə bilməz. Bu məcazi mənadadır. Deməli, frazeoloji birləşmədir. Məcazi mənadadır, frazeoloji birləşmədir. Sonra B-də aşağıdakı ifadələri həm həqiqi, həm də məcazi mənada cümlədə işlədin. Başına dolanmaq. Məsələn deyirəm ki, parçanı başına dolamışdı. Bu olur məcazi mənada, həqiqi mənada. Parçanı həqiqətən başına dolanmaq olar. Bir də deyirəm ki, uşağın başına dolanırdılar. Yəni əzizləmək mənasını ifadə edir. Burada olur həqiqi frazeoloji birləşmə kimi. Əl qaldırmaq. Məsələn deyirəm ki, tutaq ki, adam özündən böyüyə əl qaldırmaz. Bu vurmaq mənasını ifadə edir. Burada olur frazeoloji birləşmə. Amma o əlini qaldırıb söz hissədir. Burada əl qaldırmaq həqiqi mənadadır. Əl tutmaq. Məsələn deyirəm ki, uşağın əlindən tutub gəzdirdi. Əl tutmaq burada həqiqi mənadadır. Amma bir də deyirəm ki, o kimsəsizlərə əl tutdu. Yəni kömək etmək mənasında. Burada isə frazeoloji birləşmə olur. Burnunun ucu göynəmək. Məsələn, desəm, soyuqdan burnunun ucu göynədi. Bu həqiqi mənadadır. Burada frazeoloji birləşmə deyil. Amma desəm ki, dostundan sarı burnunun ucu göynəyə, yəni darıxır mənasında. Burada artıq frazeoloji birləşmədir. Ələ almaq. Məsələn, deyirəm ki, ipi ələ alıb çəkdi. Burada ələ almaq həqiqi mənada olacaq. Amma desəm, o məclisi ələ alıb söhbətinə davam elədi. Artıq məclisi ələ almaq frazeoloji birləşmə kimi işləndi. Nümunə kimi də verib, əvvəl müqaviləni oxu, sonra qol çək. Burada
qol çəkmək məcazi mənadadır, amma qolunu çək yazmağa mane olursan, burada qolu çəkmək həqiqi mənadadır. C-yə baxırıq. Cümlələrdə altından xətt çəkilmiş sözləri frazoloji birləşmələrlə əvəz edin. Hansı cümlə fikri daha təsirli ifadə olunur? Hansı cümlədə fikir daha təsirli ifadə olunur? Direktorun otağından çıxanda biçef idi. Yəni biçef olmaq qaş-qabağı yer süpürürdü mənasını ifadə eləyə bilir. Yəni bunu yazmalıyıq. Neçə ildir zalım kişi onu incidir. Yəni gününü qara eləyib. Gününü qara eləmək bu mənada ifadə eləyə bilər. Alabaş tapılanda sevindi. Sevinəndə gözlərinə işıq gəldi mənasını ifadə eləyə bilər. Çəkdiyim rəsmə baxanda heyrətləndi. Heyrətlənmək ağzı açıla qalmaq mənasındadır. Bu da olur nə? Heyrətlənmək mənasında. Növbəti. Frazoloji birləşmənin sinonimli və antonimli. Leksik mənası olan bir çox sözlər kimi frazoloji birləşmənin də sinonimli, antonimli xüsusiyyəti vardır. Göz verib işıq verməmək, gözüm çıxdıya salmaq frazoloji sinonimləri. Qanı qaralmaq, kefi kökəlmək frazoloji antonimləri. Deməli yoldaşlar, homonim, sinonim, antonimləri artıq yəqin ki bilirsiniz. Yenə də təkrar eləyək. Homonimlər nə idi? Homonimlər yazışı, deyilişi, başlanğıc formaları eyni olan, leksik mənasları fərqli olan sözlərə homonimlər deyilir. Məsələn, deyirdi tutaq ki, üz sözü homonim ola bilər. Məsələn, desəm, insanın üzü, bir də suda üzmək, bunlar fərqli mənalar ifadə edir. Ona görə homonim kimi götürə bilərik və deyilişi, yazışı da, başlanğıc forması da eynidir. Sinonimləri. Sinonimlər nə idi? Deməli, deyilişi, yazışı müxtəlif, mənaları isə eyni və ya yaxın olan sözlərə sinonimlər deyilir. Məsələn, hündür, uca. Bunlar hündürlə uca sinonim ola bilər. Sonra antonimlər isə əks mənalı sözlərə antonimlər deyilir. Məsələn, deyirəm ki, tutaq ki, enli, dar, gecə, gündüz və s. Bunlar olur antonimlər. Yəni əks mənalı sözlərə antonimlər deyilir. Frazoloji birləşmələrin də sinonimləri, antonimləri, homonimləri ola bilir. Lakin diqqət yetirmək lazımdır ki, yoldaşlar, frazoloji birləşmənin sinonimində, homonimdə, antonimdə mütləq frazoloji birləşmə olmalıdır. Yəni ola bilər o eyni məna ifadə eləsin, amma frazoloji sinonim ola bilməsin. İndi mən sizə nümunələrlə deyəcəm, başa düşəcəksiniz. Məsələn, deyirəm ki, tutaq ki, homonimliyindən başlayaq frazoloji homonimlər. Məsələn, can vermək, can vermək. Bu can vermək iki mənada frazoloji birləşmə kimi işlənə bilər. Can vermək, ölmək. Məsələn, deyirəm ki, yaralı adam can verdi, öldü mənasında. Bir də can vermək, diriltmək, canlandırmaq mənasında. Məsələn, deyirəm ki, yağış təbiətdə can verir. Burada can vermək, ölmək mənasında deyil. Hər ikisi frazoloji birləşmədir və mənaları tamamilə fərqlidir. Deməli, bunlar homonimlərdir. Frazoloji, amma başqa desək, məsələn, deyirəm, tutaq ki, yola düşmək, yola düşmək. Bu yola düşmək həqiqi mənada da işlənə bilər, məcazi mənada da. Bu zaman o frazoloji artıq homonim olmur. Məsələn, desəm, top yola düşdü. Burada frazoloji birləşmə olmayacaq. Amma adamlar yola düşdülər. Burada isə getmək mənasında da frazoloji birləşmədir. Bunun bir tayı məcazi mənadadır, frazoloji birləşmədir. Bir tayı isə həqiqi mənadadır, frazoloji birləşmə deyil. Bunu artıq frazoloji homonim kimi götürə bilmərəm. Frazoloji homonim, sinonim və yaxud da antonim olmaq üçün hər iki məna tayı frazoloji birləşmə olmalıdır. Sinonimi deyək. Məsələn, deyirəm ki, söz vermək, vermək, vəd vermək. Bu söz verməklə vəd vermək eyni mənadadır və hər ikisi də frazoloji birləşmədir. Deməli, bu frazoloji sinonim hesab eləyə bilərik. Və yaxud da desəm, tutaq ki, cin atına minmək, minmək, cin atına minmək. Bunun frazoloji sinonim olacaq. Hirsi təpəsinə vurmaq. Hirsi təpəsinə vurmaq. Daha mən cin atına minməklə əsəbiləşmək sözünü
Frazoloji sinonim götürə bilmərəm. Çünki əsəbiləşmə həqiqi mənadadır, frazoloji birləşmə deyil. Cinat ilə minmək isə məcazi mənadadır. Frazoloji birləşmədir. Bunun bir tayı frazoloji oldu, bir tayı frazoloji olmadı. Bunlar frazoloji sinonim kimi götürənmərəm. Amma hissin təpəsinə vurmaq da əsəbləşmək mənasını ifadə eləyir. Yəni cinatına minməklə eyni mənadadır və hər ikisi də frazoloji birləşmədir. Deməli, frazoloji sinonim ola bilər. Və yaxud da antonimləri deyək. Məsələn, qanı qaralmaq verib, qanı qaralmaq. Qanı qaralmaq kefi pozulmaqdır. Kefi kökəlmək isə kefi açılmaq mənasındadır. Bu isə frazoloji antonimdir. Yəni hər iki tayı frazoloji birləşmədir ona görə. Amma qanı qaralmaqla məsələn sevinmək sözünü frazoloji antonim götürənmərəm. Çünki qanı qaralmaq frazoloji birləşmədir, sevinmək frazoloji birləşmə deyil. Mənalarında bir əksliyi var, amma frazoloji antonim deyil. Niyə? Çünki dedik ki, frazoloji birləşmənin amonimdə, sinonimdə, antonimdə mütləq frazoloji birləşmə olmalıdır. Yəni hər iki tay frazoloji birləşmə olmalıdır. Yəqin ki, başa düşdünüz. Keçək növbəti tapşırığa. Göy rənglə verilmiş frazoloji birləşmələrin sinonim və antonimləri müəyyənləşdirin. Akif bayaqdan sual verir, dil boğaza qoymaq. Dil boğaza qoymaq, dilotu yemək, çox danışmaq mənasındadır. Deməli, antonim olacaq dilotu yemək. Yəni antoniminə yazırıq anı. Amma sinonim yox, antonim olacaq, üzr istəyirəm. Dilotu yemək yox. Sinonimidir. Dili boğaza qoymamaqda çox danışmaqdır. Dilotu yemək də çox danışmaqdır. Bunlar sinonim olacaq öz aralarında. Sinonim. Eyni mənadır. Amma ağzına su alıb oturmaq susmaq mənasındadır. Dili boğaza qoymaq isə çox danışmaqdır. Bunlar isə antonim olacaq. Bunlar olacaq antonim. Sonra Seymur əlinin üstünə qoyub heç bir iş görmür. Bunun deməli sinonim və antonimi tapırıq. Aydan yorğun olduğu üçün əlini ağdan qaraya vurmurdu. Əlini əlinin üstünə qoymaq, əlini ağdan qaraya vurmamaq eyni mənadadır. Bunlar olur sinonim. Sinonim. Amma gecəni gündüzə qatdım. Gecəni gündüzə qatmaqla əli əlinin üstünə qoymaq, gecəni gündüzə qatmaq çox çalışmaq mənasındadır. Əli əlinin üstünə qoymaq isə çalışmamaq mənasındadır. Bu da oldu antonim. Bu qədər. İnanıram ki, bir faydası olmuş olar. Sağ olun.